Salam dəyərli izləyicilər, xoş gördük sizlər bir daha. Deməli, vaxt itirmədən beləsindən bir sualımıza baxacağıq. Deyir, robot cədvəlin yuxarı sol xanasından başlayaraq sağ aşağı xanaya müəyyən komandalarla hərəkət edərək xanalardakı rəqəmləri toplamalıdır. Robotun komandalarına yalnız sağa və ya aşağı daxildir. Robot ancaq bu istiqamətlərdə hərəkət edə bilər. Bir komandanı 2 dəfə ardıcıl təkrar edə bilməz. Komandalar bir-biri ilə növbələşməlidir. Məsəl üçün, onlar sağa aşağı və yaxud da aşağı sağa. Olmaz, sağa 2 dənəsi yan-yana gələ bilməz və yaxud da ki, aşağı 2 dənəsi yan-yana gələ bilməz. Deməli, robot deyilən ardıcıllıqları icra edib sağ-aşağı xanaya çatdıqda ala biləcəyi minimum və maksimum qiymətlər neçə olur? Deməli, biz ancaq sağa və aşağı hərəkət edə bilərik. Deyir, sol yuxarı xanadan başda. Sol yuxarı xanadan, deməli, mən buradan başlayacağım. Sağ-aşağı xanaya gəlməliyəm bura. Buradan bura gəlmək üçün mən icra eləsəm ki, birinci sağa doğru başlayayım. Deməli, birinci sağa doğru hərəkətə başlasam. Ondan sonra nə etməliyəm? Məcburam aşağıya düşəndə dedik ki, sağa bir dəfə deyəndə sağ olmaz. Aşağı, təzədən yenə sağa düşəcəm, təzədən yenə aşağı, sağa və təzədən yenə aşağı. Deməli, buradakı ədədlərimizin rəqəmlərin cəmi neçə olacaq? 1, 8, bu da 2, 10, 11, 23, bu da 2, 25, bu da 6, 31. Düzdür, 31 buradan aldıq. Əla. İndi mən sağa başladım, 31 aldım. Bir dəfə də aşağıya doğru başlayaq. Deməli, aşağı düşsəm məcburam sağa düşəm, məcburam aşağı düşəm, sağa düşəm, aşağı düşəm və sağa düşəm. Bir dəfə də belə hərəkət edəcəyik. Deməli, 1, 10, 12 buradan, bu da 13, 15, bu da 5, 20, bu da 12, 32, bu da 6, 38. Vəssalam. 2 cür hərəkət edə bilərdik. İkisini də elədik. Birindən aldıq 31, birindən aldıq neçə? 38. Cavabımız nə olacaq? A variantı. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Elə də bir çətin sual nümunəsi deyildi. Düşünürəm ki, hər biriniz üçün asan bir sual olmuşdur.